Biz, mən də Azərbaycan vətəndaşıyam, mən də Azərbaycanlıyam, mən də müsəlmanam, Allahı sevirik, məscidi sevirik, dövləti sevirik, biz də xalq üçün yaşayırıq, 75 yaşım var mənim, sabahsızın, elmin, təhsilin nə olduğunu mən anlayıram, başa düşürəm ki, mən elə bir səviyyədə onu dedim ki, hər bir adam onu başa düşdü. Bilirsən, bugün İranla çox böyük əlaqələrim var. İranda hansı proseslər baş gedir və Azərbaycanda da hansı dindən istifadə ediblər, terrorlar həyata keçiriblər. Yəni, bu gözümüzün qabağında olur. Biz də Azərbaycanın bir üzvüyük, cəmiyyətiyik. Amma son zamanlarda mənə narahat edən odur ki, rayonlarda, kətlərdə sanki məscid tikməsi üstə yarışma gedir. Amma məktəb tamamilə unudulub, yaddan çıxıbdır. Məktəbləri o gün göstərir, salyarkan yandırırlar, istiliyi yox, təmiri yox, pis vəziyyətlərdir. Bu iş adamlarına demək istəyirəm ki, siz düşünürsünüz ki, məscid tikəsiz, tarixdə qalasınız. Amma məktəb tikəsiz, yenə tarixdə qalasınız. Siz biraz yanaşmada məscidlə beraber məktəbi də, elmi də yaddan çıxartmayın. Gəlin belə bir danışaq, açıq danışaq. Bugün Azərbaycan xalqının, Azərbaycan milləti dünyada yevreylərdən də, ermənilərdən də çoxdur. Ancaq elmlə, təhsillə, Amerikanın siyasətinə təsir edə bilirlər. Mən istəyirəm Azərbaycan xalqı o qədər sabahlı, o qədər təsirli, bütün dünyanın hər yanına yayılsın və bizim də gələcəyimizin ancaq təhsilin, savadın əlindədir. Gəlin bugün açıq danışaq. Hər şey müharibə də göydə gedir. Hamısı bu təhsilə bağlıdır, elmə bağlıdır. Mən alimləri də biraz qabartmışam, onları da yaddan çıxartmaq olmaz. Bizim də alimlər canların qoyur, çalışırlar, bəzən görürəm, yanıma gəlir, vəziyyətlərini görürəm, amma onlar da, onlar çox, dünyanın bəzi dövlətlərində Azərbaycan alimlərinin çox böyük uğurları var. Azərbaycandan gediblər, Lütfü, başqaları da var. Asiyada Ruslar, yəni onlara xidmət edirlər. Yəni, belə alimləri də əldən buraxmaq olmaz. Onları da biz önəmə çəkməliyik, qiymət verməliyik, qiymətləndirməliyik, yaxşı maaş verməliyik.